Salam, hörmətli izləyicilər. Bugün Koroğlu dastanının 6-cı sinifdə olan qollarından biri olan Alı kişi qolunun təhlilinə baxacağıq. Başlayaq. Alı kişi neçə illər idi ki, Həsən xana ilxi otarırdı. Deməli, qol Alı kişinin Həsən xana ilxi otarmasının, deyilməsi ilə başlayır. Ömrünü, gününü onun qapısında çürüdüb, saçını, saqqalını ilxıçılıqda ağartmışdı. Hər gün səhər dan yeri ağaranda Alı kişi ilxını çölə aparır, bütün günü otarır, gecədən biraz keçəndən sonra xalxala gətirirdi. Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Deməli, Alı kişi ilxını dərya kənarına aparır. Atlar dərya kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yeri yenicə ağarmışdı. Qoca ilxıçı bir də baxdı ki, dəryadan 2 ayğır çıxdı. Atlar gəlib ilxiyə qarışdılar. 2 madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Deməli, tez qalxıb madyanları nişanladı. Amma bu barədə heç kəsə bir söz demədi. Qoca ilxıçı madyanları gözdən qoymurdu. O qədər gözlədi ki, axır onlar doğdu. Aylar keçdi, il dolandı, qulunlar böyüyüb day oldular. Deməli, günlərin bir günü Toqat paşası Hasan Paşa Həsən xana qonaq gəlmişdi. Paşa söhbət əsnasında xana dedi: "Həsən xan, eşitmişəm ki, sənin yaxşı cins atların var. Gərək ilxından mənə 2 ayğırlıq at verəsən." Deməli, nə istəyir? 2 ayğırlıq at istəyir. Həsən xan o saat Alı kişini yanına çağırıb tapşırdı: "Sabah ilxını çölə aparma. Bəs paşa üçün 2 ayğırlıq at tutturacağam." Bu sözü deyən kimi dayılar Alı kişinin yadına düşdü. O xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayıları tutub xalxalda bağladı. İlxını da sürüb çölə ötürdü. Deməli, Alı kişi əslində xanın başını uca eləmək istəyir, xana yaxşılıq eləmək istəyir. Amma indi görək başına nə gələcək. Həsən xan paşa baxdı ki, xalxalda 2 arıq day bağlanıb. Başa düşdü ki, bu dayları ona vermək istəyirlər. Gülüb deyir: "Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins atların var. Bunlar nədir? İş belə ələncə-üləncəyə qalsa, bunlar mənim özümdə də çoxdur." Bu əslində Alı kişinin belə eləməyi, yəni Hasan Paşanın xoşuna gəlmir. Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: "Axmaq qoca." Deməli, burada Həsən xan Alı kişini axmaq qoca adlandırır. "Mən sənə deməmişdimmi at tutacağam, ilxını saxla, niyə saxlamamısan? Xan sağ olsun, mən qoca ilxıçıyam." Deməli, burada Alı kişi özünü qoca ilxıçı adlandırır. Deyir, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə, paşaya bunları ver. Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha da qəzəblənir. Deməli, burada Həsən xanın, Alı kişinin danışığı da Həsən xanı əsəbləşdirir. Mənim ilxımda, Həsən xan deyir, mənim ilxımda tərifi aləmə yayılmış cins atlar var. Bu ələncələri qonağa göstərib məni xəcalət eləməkdən məqsədin nədir? Həsən xan daha da: "Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdir. Bütün dünyanı da gəzsən, yenə bunlar kimi at tapa bilməzsən." Alı kişi yenə dediyini deyir. Həsən xan daha da qəzəblənib deyir: "Bilmirəm, bir saata qədər yerdə də olsa, göydə də olsa gərək paşaya layiq 2 ayğırlıq at seçəsən. Bu saat get seç gətir." Alı kişi deyir ki, "Xan, onda izin ver. Deməli, paşa üçün at seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdur." Deməli, Alı kişi xanın əmrinə tabe olmur burada. Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, kişinin boynunu vursun. Deməli, Həsən xan cəllad çağırır, əmr edir ki, Alı kişinin boynu vurulsun. Həsən xan paşa da qəzəblənmişdi. Odur ki, deyir: "Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Onda sən belə elə, bu dayların hər birini onun bir gözünə qiymət elə."
Deməli, burada əslində Həsən Paşa qoymur Alı kişinin boynu vurulsun. Biz bunu başqa hansı əsərlərdə görə bilərik? Deməli, var Dərzi şagirdi Əhməd nağılında. Dərzi şagirdi Əhməd nağılında Şah Abbas da Əhmədin boynunu vurdurmaq istəyir, amma Allahverdi xan qoymur. Daha sonra Aldanmış Kəvakib povestində deməli, orada da münəccim başının boynunu vurdurmaq istəyir, yenə Şah Abbas. Onu da Sərdar Zaman xan qoymur, yəni icazə vermir. Biz bunu yəni uyğunlaşdıra bilərik, eyniləşdirə bilərik. Bu da gözlərinin, daha doğrusu boynunun vurulmasını qoymur, deyir ki, hər birini onun bir gözünə qiymət elə, yəni gözlərini çıxartdır da. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr elədi, cəllad Alı kişinin gözlərini çıxarsın. Deməli, Alı kişi nə dindi, nə də səsini çıxartdı. Heç bir dəfə ufuldamadı da. Elə ki, cəllad kişini qurtardı, Alı kişi dedi: Həsən xan, insan üçün dünyada hər nazu nemətdən şirin şey gözüdür. Sən məni ondan binəsib etdin. Mən sənin qapında can çürütdüm, ilan kimi qabıq qoydum, saç-saqqal ağartdım, amma sən bunların heç birini bilmədin. Qədir-qiymət vermədin. Ancaq eybi yoxdur. İndiki mənim gözlərimi bu daylara qiymət elədin, heç olmasa sözünün ağası ol. Bu dayları mənə ver. Deməli, bu dayları Alı kişi də deyir ki, dayları mənə ver. Biz başqa hansı qolda bu Alı kişinin gözlərinin çıxarılmasını görürük? Həmzənin qıratı qaçırması qolunda da bu Alı kişinin gözlərinin çıxarması söhbəti keçir. Həsən xan dayların hərəsini onun bir qoluna bağlatdırıb qapısından qovur. Kor Alı kişini öz evinə gətirirlər. Kəndə xəbər yayılır, cəmaət onun başına yığıldı. Xəbər Alı kişinin oğlu Rövşənə də çatır. Deməli, Koroğlunun əsl adı Rövşəndir. Rövşən Rüstəm kimi igid, yeniyetmə bir cavan idi. Deməli, Rövşən Rüstəmə bənzədilir. Bəs başqa hansı əsərlərdə Rüstəmə bənzətmə var? Deməli, baxaq. Var Oqtay Eloğlunda. Orada kim deyir? Oqtay Eloğlunda deməli, Firəngizin atası Hacı Zaman deyir, qanlı Rüstəm kimi qıraram hamınızı. Vaqif dramında qarı obrazı, deməli, Vaqif dramında qarı İbrahim xan haqqında deyir ki, Rüstəm zal bir sərçədir, bu xan deyil, pəhləvandır. Bax, bunları analogiya eləyə bilərik. Rövşən atasını bu halda görəcək soruşdu. Ata, sənə nə olub? De görüm səni bu hala kim salıb? Alı kişi əhvalatı oğluna danışdı. Rövşən qızmış pələngə döndü. Ayağa qalxıb dedi: Oğlun sənin qisasını yerdə qoymaz ata. İndi Həsən xan mənim qabağımda dayansın, görək necə dayanır. Kəndin cavanları da qalxdılar. Alı kişi işi belə görəndə oğlunu çağırıb yanında əyləşdirdi, əlini onun çiyninə qoyub dedi: Hələ qisasın vaxtı deyil bala, vaxtında mən özüm deyəcəyim. Deməli, Alı kişi qoymur onun qisas almağa getməyinə. İndi qulaq as. Mənim gözlərim bu dayların üstündə çıxarılıb. Bu dayların üstündə də gərək mənim qisasım alına. Bu dayları sənə tapşırıram. Deməli, atası dayları oğluna tapşırır. Bunlar elə belə atlardan deyil. Dərya atından əmələ gəliblər. Gərək bir tövlə tikəsən, amma tövləyə heç yerdən işıq düşməyə. 40 gün tamam atlar bu tövlədə qalacaq, bayır-baca üzü görməyəcəkdir. Bir insan övladının da gözü gərək 40 gün ərzində bu atlara baxmaya. Deməli, Alı kişi oğluna bunları tapşırır. Rövşən dedi: Yaxşı ata, belə olanda mən onları necə yemləyəcəyəm, necə suvaracağam? Alı kişi deyir: Sən tövlədə hər day üçün 40 gözlü bir axur qayıracaqsan. Atların 40 günlük arpasını, samanını həmin bu axurlara dolduracaqsan. Kəndin başındakı Zümrüd bulaqdan, deməli buradan bulaq adı keçir, Zümrüd bulaqdan tövlənin içərisinə bir arx açacaqsan, hər axurun yanında da bir balaca çarhovuz tikəcəksən. Atlar 40 gün burada yeyib içib bəslənəcəklər. İndi hələlik tövlə hazır olunacaq, dayları çək bir yerdə bağla. Deməli, burada Zümrüd bulağın adı çəkilir. Rövşən qabaqca atasını raxladı, sonra dayların yerini sahmanlayıb tövləni hazırlamağa başladı.
Elə ki tövlə hazır oldu, Alı kişi gəlib əli ilə çar hovuzu, arxı, axurları yoxlayıb deyir: Yaxşıdır. İndi sən bu axırları doldur, suyu da hovuzlara bağla. Ancaq yenə də sənə deyirəm, gərək tövləyə nə işıq düşə, nə də atlara, bəni insan gözü baxa. Bu işdən düz 38 gün keçir. Atalar deyiblər ki, insan səbirsiz olar. Deməli, burada atalar sözü işlənir. Rövşən 38 günü başa vurur. 39-cu gün nə qədər elədi, özünü saxlaya bilmədi. Axır gəlib tövlənin üstünə çıxdı, balaca bir deşik açıb içəri baxır. Rövşən əvvəl gözünə inana bilmədi. Sağ axurdakı atın çiyinlərində 2 qanad var idi. Qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. Rövşən tez sol axırda gördü, yox, bu atın qanadı yoxdur. Sağ tərəfdəki ata baxdı, gördü qanadı yavaş-yavaş sönür. Rövşən tutduğu işdən peşman oldu. Tez deşiyi örtmək istədi, amma iş işdən keçmişdi. Qanadlar yavaş-yavaş əriyib yox oldu. Rövşənin bir əli oldu, bir başı. Bəli, bir gün də gəlib keçdi. 40-cı gün Alı kişi Rövşəni çağırıb dedi: Bala, gəl məni atların yanına apar. Rövşən atasının əlindən tutub tövləyə apardı. Alı kişi sağ axurdakı ata yaxınlaşdı. Əlini atın belinə çəkdi. Sonra Rövşənə tərəf dönüb dedi: Oğul, bu ata insan gözü baxıb. Deməli, Alı kişi əlini vuran kimi hiss eləyir ki, ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görün, bu necə olan işdir? Rövşən bilmədi nə desin, soruşdu. Dedi: Ata, sən nə deyirsən? Deməli, Rövşən burada birinci heç nə demir də. Alı kişi dedi: Oğul, məndən gizlətmə. Mən sənə deyirəm, bu ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görün. Bu necə olan işdir? Rövşən əhvalatı atasına danışdı. Alı kişi dedi: Oğul, səbirsizlik adama həmişə ziyan verər. İndi sən də səbirsizliyin ziyanını çəkirsən. Ancaq fikir eləməyə dəyməz. Olan olub, keçən keçib. Bir neçə gün də atları bayıra çıxarmaq olmaz. Qapını bağlamaq lazım deyil. Özün gündə gəlib yemləyib sulayarsan. Deməli, hələ bir neçə gündə atları bayıra çıxarmırlar. Bir neçə gün keçəndən sonra qoca ilxıçı oğlu ilə bərabər tövləyə gəldi. Atları yoxlayıb dedi: Rövşən, oğul, atlar daha böyüyüb, minilmək həddinə çatıblar. İndi onları bir bərkə boşa salıb sınaqdan çıxartmaq lazımdır. Əvvəl bunu, sonra da o birisini min. Təzəcə sulanmış şumda səyird, qara tikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. Rövşən atasının öyrətdiyi kimi əvvəl sağ tərəfdəki atı minir və atasının dediyi yerlərə sürür. Alı kişi atın ayaqlarının üylərini bərk sıxır, at nə diksinir, nə də qırpınır. İndi növbə ikinci atın idi. Rövşən bu atı da minib sürdü. Alı kişi dedi: Oğul Rövşən, birinci at sınaqdan çox yaxşı çıxdı. İkinci at da pis çıxmadı, əmək itirmədi. Ancaq birinci ata çata bilməz. Bu atın tayı bərabərə sapılmaz. Birinci atın adını Qırat, ikinci atın adını Dürat qoyuram. Deməli, atların adını Alı kişi qoyur. Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla. Bu da atasının məsləhəti olur. Atasının məsləhəti olur Rövşənə. Deyir ki, bəs yaxşı bil, onu candan əziz saxla. Sonra Alı kişi deyir: Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan qisas almaq vaxtı çatdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqq hesabımızı çəkək. Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmış, onu evə gətirmişdi. Daş balaca idi, amma çox ağır idi. Özü də işim ışıldayar, par-par parıldayırdı. Alı kişi daşı o üzünə, bu üzünə çevirib yoxladı. Başa düşdü ki, o göydən düşmüş ildırım parçasıdır. Sabahsı gün Alı kişi Rövşəndən xəlbət ildırım parçasını götürüb bir ustanın yanına aparır. Salamlaşandan sonra daşın bir balaca tikəsini ustaya verib deyir: Bu daşdan mənə bir biz qayır. Deməli, bundan biz düzəltdirmək istəyir. Usta biraz çək-çevir edib daşdan bir biz qayırdı, Alı kişiyə qaytardı. Alı kişi ustanın haqqını verib bizi cibində gizlətdi. Daşın qalanına bir misri qılınc qayranın yanına aparıb dedi: Usta, bu daşdan mənə bir qılınc qayır. Bu usta əvvəlkindən də uzunca idi. Uzun çək-çevirdən sonra Alı kişi bu ustanı da razı elədi. Usta daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu, baxdı qılınc nə qılınc? Vallah bu elə qılıncdır ki, gün kimi yanır, ay kimi işıq salır. Və ustanın gözü düşür bu qılınca.
Elə ki, vədə tamamında Alı kişi qılınc üçün gəldi, ona öz qılıncını verməyib əvəzinə bir ayrı qılınc verir. Ancaq Alı kişi işini əvvəldən möhkəm tutmuşdu. Cibindəki bizi çıxarıb qılıncın tiyəsinə basdı. Deməli, bu bizlə yoxlayır qılıncı. Biz qılıncı dəldi, o biri tərəfinə keçdi. Usta baxdı ki, Alı kişini aldada bilməyəcək, naçar qalıb onun qılıncını verdi. İndi də bizi bu qılınc tiyəsinə vurdu. Elə bir ildırım çaxdı. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Amma bu barədə oğlu Rövşənə heç bir söz demir. Elə ki, Rövşən qıratı, düratı yəhərləyib atasının bərabərinə çəkdi. Alı kişi hər şeyi hazır görəndə evə girdi. Həmin qılıncı gizlətdiyi yerdən çıxartdı, oğlu Rövşənə verib dedi: "Al bu qılıncı belinə bağla. Bu sən gördüyün qılınclara bənzəməz. Hər nəyə vursan doğrayıb tökər. Bunun adına Misri qılınc deyərsən." Alı kişi dürata, deməli, Rövşən də qırata minib yola düşdülər. Gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Alı kişi düratı imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan Alı kişini yalmanına əl çatmayan bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu da buradadır. Özü də bir ata minib ki, ruzigarın gözü hələ belə at görməyib. Alı kişi dedi: "Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax gör indi necə at olublar." Alı kişi sonra dedi: "Həsən xan, mən sənə yaxşılıq etmək istədim. Sən anlamadın. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Əlindən gələni əsirgəsən kişi deyilsən." Həsən xan onun bu sözündən acıqlandı. Qılınc çəkib kişinin üstünə cumdu. Rövşən qıratı onun üstünə sürdü. Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə diyirlənməyi bir oldu. Deməli, buradan görürük ki, Koroğlu Rövşən Həsən xanı öldürür. Koroğlu Həsən xanı öldürür. Aha. Qoşun onların üstünə yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan qırat, bir yandan dürat, bir yandan Rövşən Misri qılıncla qoşunun qabaq dəstəsini qırıb dağıtdılar. Rövşən atasının ələ keçəcəyindən qorxub davadan əl çəkdi. Deməli, nəyə görə əl çəkir? Atasının ələ keçəcəyindən qorxur. Atları sürüb çöl tərəfə üz qoydular. Ata oğul axşama qədər yol gedib, axşamüstü bir çayın qırağına çatdılar. Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. Rövşən dedi: "Ata, bura hər tərəfi sıldırım, qayalıq, çənli, çiskinli bir dağ belidir." Alı kişi soruşdu: "Oğul, bax gör bu bel ki deyirsən, bunun hər tərəfində bir uca qaya görünmür ki?" Rövşən dedi: "Ata, görünür. Biri sağında, biri də solunda. Özü də başları qarla örtülüdür." Alı dedi: "Oğul, mənim axtardığım yer elə buradır. Buraya Çənlibel deyirlər. Biz burada yurd salmalıyıq." Ata oğul Çənlibeldə yurd saldılar, yaşamağa başladılar. Günlərin bir günü Alı kişi Rövşəni yanına çağırıb dedi: "Oğul, buradakı dağların birində bir cüt bulaq var. Adına Qoşa bulaq deyirlər. Deməli, bu qolda 2 dənə bulaq adı çəkilir. Buz kimi suyu var. 7 ildən 7 ilə cümə axşamı məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşar." Deməli, bu məşriq və məğrib ulduzlarının adı başqa hansı əsərdə keçir? Bunu Aldanmış Kəvakib povestində də görürük biz. Onlar toqquşanda qoşa bulağa nur tökülər, köpüklənib daşar. Hər kim qoşa bulağın köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli bərabəri tapılmaz. Hər kim qoşa bulağın suyundan içsə, aşıq olar. Vədə çatıb, ged axtar, qoşa bulağı tap. Ancaq köpüyündən bir qabda doldur, mənə gətir. Rövşən getdi, dağları, daşları ələk-vələk elədi, axırda bir dağa çatdı. Min bir əziyyətlə qayaya dırmaşdı. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir, gəl görəsən. Ortalıqda qoca bir ağac var. Altında da qoşa bulaq, durna gözü kimi qaynayır. Göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi ki, axşam oldu, ulduzlar doğdu. Ulduzlar gəlib düz qoşa bulağın üstündə toqquşdular. Onların toqquşmasından qoşa bulaq daşdı. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü. Deməli, qoşa bulaq daşır, ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü.
Bir qabda doldurub içdim. Təzədən bir qabda doldurmaq istəyəndə baxdı ki, ey dadi-bidad, köpük hayanda idi. Bulaqlar yenə də elə durulub ki, elə bil göz yaşı da axır. Rövşən bir başına, bir dizinə vurdu, ancaq hara çatacaq. Qabı boş götürüb, kor peşman geri dönür. Əhvalatı atasına danışır. Deməli, Alı kişi bir ah çəkib deyir, mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi. Rövşənin dərdi 1 idi, 5 oldu. Başına gözünə döyməyə başladı ki, mən niyə qabaqca özüm içdim? Alı kişi dedi, oğul, ağlamaqdan bir şey çıxmaz, keçənə güzəş deyərlər. Görünür, bir də səni görmək mənə qismət deyilmiş. Daha mənim əcəlim tamamdır. İndi qulaq as, sənə bir-iki sözüm var, onları deyim. Rövşən atasının yanında əyləşdi, Alı kişi dedi. Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqəcən bütün dünyada məşhur olar. O çöbəkdən sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, heç bir pəhləvanın qulağı ona dözə bilməyəcək. Nə qədər ki, misri qılınc sənin belində, sən də qıratın belindəsən, özü də çənli beldəsən, sənə heç bir kəs bata bilməyəcək. Get, sənin adını Koroğlu qoydum. Deməli, atası bunun adını Koroğlu qoyur. Alı kişi vəsiyyət eləyib ömrünü öz oğluna bağışladı. Koroğlu atasının qoşa bulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə yurd, yuva saldı. Deməli, əsər belə tamamlanır. Dinlədiyiniz üçün təşəkkür edirəm, hörmətli izləyicilər. Bəyənib rəy yazmağı unutmayaq.